Bir daha herkese salamlıyorum. İnşallah uğurlar benim növbəti böyle monitör sınavının izahına baxır. Bu monitör sınavı bizim 6. sınıfta damla böyle nəşriyyatının tərtib elədiyi kitabdan götürülən suallardır. Sualımızın ilk hissəsi belədir. Deməli, yekun monitör 2 sualında birinci sualımız. Əkör 160, 80, 30 ədədlərinin qiymətini hesablamaq lazımdır. Biz bilirik ki, 160, 80 və 30 ədədlərinin əkörünü taparkən İstənilən ikisini götürüb əkörü tapmaq, sonra alınan cavabında növbəti üçüncünün əkörünü tapmaq lazımdır. Dikkat edin, ilk ikisini götürmüş olsa 160 80'e tam bölünür diye. Deməli, bəli, bölünür, yəni 160 bunların əkörü olacaq. Deməli 80'i buradan götürə bilərik. İndi 160 ilə 30'un əkörünü götürür. 160 ilə 30'un əköründə zaten bunları ayırmaq və s. bunlardan əkörü tapmaq olur. Amma Evcil algoritmik qaydasını deyilsə, deməli 160, 16 vur, 10, 33 vur, 10 şəklində yazıla bilər. Ki, burada 10 hər ikisində orta vurubdur və 16 ilə 3 qarşılıqlı sadədirlər. Əgər bu ədədləri bu şəkildə yaza bilsəz, siz bunların əkörünü taparkən müxtəlif olan ədədləri bir dəfə, eyni olan qrupları, daha doğrusu müxtəlif olanları yazırsınız, eyni olan qrupları bir dəfə yazmaqla hasilini tapırsınız. 16, 10, 3, hasili 480. Deməli, bunların əkörünü 480'ə bərabərdir. Növbəti sualda bizə verir ki, A-nın hansı qiymətində bərabərlik doğrudur. Deməli, bizdə 5'də 3 ifadəsi A-dır 125'ə bərabər olarsa, bu bərabərlik artıq tənasibi ifadə edir. Tənasibin əsas xəssəsinə görə bu ifadədə hər hansı bir məhsulu tapa bilmək üçün etmək lazımdır. Çarpaz vurmanı yedirir. 5'i A-ya vurur, olur 5 vurur A, 125'ə vurur, olur kimdə yaza bilərik, sadələşdirə bilmərik. Sonra A-nı taparkən 3'ü 125'ə vuraraq 5'ə bölmək lazımdır. 125'i 5'ə bölsək 25, 3'ə vursa 75. Növbəti sualımız var. Diametri 3 desimetr olan çevrənin uzunluğu neçə santimetrdir? Biz demişdik ki, çevrənin uzunluq üstünü C bərabər, pi vursun D-yə bərabər. P-nin qiyməti verərsə, təxminən 3 olduğunda birbaşa diametri 3'ə vurub, olmadı. Yenə yanına pi yazaraq deməli, uzunluğu təyin etdik ki, 3 pi-yə bərabərdir. Doğru cavabımız deməli, pi-də ola bilər desimetrlər. Amma santimetrə cavab edildiğine görə 3 desimetr santimetrə çevirsək, 30 santimetr pi-yə vursa 30 pi, yəni B variantı olur. %60 ədədi 205 ədədlərini 100 mütənasib hissələrə bölünmüşdür. Demişdik ki, bu şəkildə verilən 100 mütənasib hissələrə bölmədə verilən ədədlərin hər biri müəyyən bir k və ya x sahəsini götürərək cəmini 160, yəni ədədin özünə bərabər edə bilərik. Deməli, 2k, 3k, 5k cəmini 160 götürürük. Toplasaq 10 vur k bərabər 160 olur. K'nın qiyməti isə 16'ya bərabər. K'nın qiyməti 16 olduğu halda kiçik hissə ədəddən neçə dəfə azdır? Kiçik hissəni tapa bilmək üçün tapdığımız K'nın qiymətini kiçik nisbətə, yəni 2'yə vurur. 16 2'yə vursa 32. Neçə dəfə kiçikdir dediyinə görə 160'ı 32'yə bölürük. Doğru cavab tapmaq üçün cavabımız 5 olur. Növbəti sualda bizə deyir ki, ədədi 2 dəfə artması neçə faiz artması deməkdir. Ədədin dəfə ilə faiz arasındakı kesin düsturluq qeyd edilsək, deməli, n-1 vurulsun 100% şəklində hesablanır. N burada neçə dəfə artdığını göstərir. Tutaq ki, ədədin özü 2 dəfə artırsa, n-in yerdə 2 yazaraq hesablayır, olur 2-1 vurur 100%, yəni 100%. Ədədin özü 2 dəfə artması ilə 100% artması deməkdir. Misal, 100 ədədini 2 dəfə artırdıq, olur cavabımız 200. Doğru mu? Ədədin özü 100 idi, 200 olanda 100 vahid artıq deməkdir. 100 vahid elə özü deyil mi? Yəni 100%. Ədədin bu şəkildə doğru cavabı tapırıq ki, doğru cavabımız A variantı olur. Bu düsturu qeyd eləməyi də yadda saxlamaq unutmayın.
Növbəti sualda. K-çoxunun elementinin sayı ən kiçik rəqəmli ədəddən 2 vahid çoxdur. Ən kiçik 2 rəqəmli ədədimiz hansıdır? 10. 2 vahid çox 2. Deməli, K-nın element sayı 12. Növbəti. M çoxluğunun element sayı ən böyük 2 rəqəmli ədədə bərabərdir. Ən böyük rəqəmli ədəd 99. Bizdən bunların fərqini istəyib 99'dan. 12'ni sınav lazımdır. Şu anda 87 var. Deməli, hər bir çevrənin ayrısı 16 santimetrdir. ABC tuzağının perimetrini tapın. Tamam mı? ABC tuzağının perimetrini tapabilmək üçün ne etmək lazım? Deməli, biz dikkat ediyoruz çevrədə A'dan başlayarak A'dan N'e qədər məsafə 2 dənə radiusun düzəmidir. Deməli, A'nın məsafəsi 2 radiusu, 16 bu 2. Buradan da eyni şəkildə 2'dir. Deməli, 2, 2, 4'ü 16'ya vurmalıyam ki, AB məsafəsini tapın. Eyni qayda ilə BC məsafəsi. 4 vurulsun 16. Doğru mu? Sonra AN məsafəsi 2 hissənin cəmidir və bu da 4 vur 16'dır. Bizim edəcəyimiz nədən ibarətdir? Bunların hamısını toplasaq, deməli 4, 4, 4, 10, 2'ni 16'ya vurmalı. 160, 32, 192. D variantı. Deməli, növbəti sualda A ədədinin 5'də 2 hissəsi 140'dır. Deməli, A'nın 5'də 2 hissəsini taparkən 5'də 2'yə vurur 140. Buradan A'nın qiymətini axtarsa 140'ı bölməli 5'də 2 bölərkən tərsinə vurur. 2'də 5'ə. 350. Sonra B ədədinin 4'də 1 hissəsi 150 olarsa, B'nin 4'də 1 hissəsi 150 olarsa, deməli biz ədədin özünü tapmaq üçün 4'də vurmalıyıq. Olacaq B'nin qiymətini isə 600. Bizden A bölü B nisbətini istəyir. 350'ni 600'e bölürük, doğru cevabı tapır. Deməli, sıfırları götürsək, 35'i 6'ya bölsək, neçə edəcək? Deməli, 12 tam 17. 12 yetiyorsa 12 tam 17. İxtisarımızı aparaq istəyirsin. 5'e ixtisar aparsaq 12 sürətdə 7. A test verirse belki cevap A variantı. Növbəti sualda düzgün cavabları müəyyən edərək artan sırayla dizilir. Deməli, biz əvvəlcə verilən məhsulların qiymətini tapmalı, sonra isə onu artan sırayla düzməliyik. Doğru mu? Neydi? A'nın qiymətini axtararkən mənfi 50'ni deməli, mənfi 50'də mənfi 20'ci istifadə istifadəsində topluyoruz. Doğru mu? Bu bizə necə gələcək? Mənfi 27. B'nin qiymətini taparkən mənfi 38'dən mənfi 50'ni çıxırıq. Bu 38'den mənfi 50'ni çıxırıq. Doğru mu? Misal ki? Mənfi 28. Mənfi 28'den mənfi 50'ni çıxarkən mənfilərin hasilləri olacaq müstəq 50. Bu 50'den 28 sınav deməkdir, 22. C'nin qiymətine baxaq. C'nin qiyməti mənfi 57 sınağa keçəndə müsbət 57, 30 çıxır. Doğru cavabımız 27. D'nin qiyməti isə B ilə C'nin cəminə bərabər. B'nin qiyməti 22, C'nin qiyməti daha doğrusu, C'nin qiyməti 27, toplasaq 49. Bunlar arasında artan sırayla dediyinə görə ikisiyle böyle doğru düzülür. Ən kiçiyimiz mənfi qiymət A'dır, sonra gəlir B, C və D. A, D, C, D. A var.
Növbəti sualda diaqramda şahidlərin sayı imtahanda aldığı qiymətlər göstərilir. 5 olan şahidlərin sayı bütün sinifin hesablanır. 5 olan şahidlərin sayı nə qədər? 8. Bəs bütün sinifin ümumi sayı nə qədər? Dikkat edin, 8, 6, 14, 24, 21, 40. Deməli biz 8 ədədinin 40 ədədin nəsə faiz olduğunu tapmaq istəyirik. Bu zaman birinci ədədi ikinci ədədə bölərək yüzə vurmaq lazımdır. Doğru cavabımız 20 faiz. Alayım. Növbəti sualda faizi 100 manat pulu var deyir. Həmin o 9 manatda kitab aldı. 100 manatdan 9 manat kitab alsa yerine nə qədər pulumuz qalır? 91. 91 manata deyirsən. Onun şərtlər aldı. Neçə manat olur hər zaman? 91. 10'a bölüp doğru cevabımız 20 manat. Devam. Növbəti sualda x'in qiyməti mənfi 1 olduqda ifadəni sadələşdirilir. Biz bir misallarda ekonomiyası hesablayın. Yəni, daha çox şahidliklər hesablamanı sadələşdirə bilməyəndə x'in yeni qiymətini yazaraq hesablayın. Bu, sadə misallar üçün bəzən işi asanlaşdırır. Mümkündür. Bütün hallarda mümkündür. Ama bəzi hallarda şahidlər burada çəkilik çəkir, cavabı tapa bilmək, ədədlərin hesablanması böyük olur və s. Belə halların qarşısını ala bilmək üçün əvvəlcə sadələşdirib, sonra məhsulun qiyməti yerinə yazılır. Yəni, biz əvvəlcə 3'ü 14x'ə vururuq, olur 42x. 3'ü 5'ə vursa 15 minus. 7'den 5'ə vururuq 105, 7'den 6x'ə vururuq, olur 42x. Doğru mu? Deməli, 42 x'dən aslında bir ifade qalmışız. Bak, 2x'lar sıfırlanır, mənfi 5 ilə 15'i topluyorsunuz, cevap olur mənfi 90. Havaya. Yani arada x'in qiymətə çok hiç ehtiyac qalmaz. Növbəti sualda bize verici oturacağın sahəsi 30 desimetr kvadrat olan silindirin. Hündürlüğü 70 desimetr olarsa həcmini tapın. Biz demiştik ki, keçən izahlarımızda demiştik ki, silindirin həcmi hansı düsturla hesablanırdı? Silindirin həcmi düsturla. S oturacaq bu H. Yəni, V'nin qiyməti olacaq 30 vurulsun 70. Bizə verəcək 22.100 kub desimetr. Yəni C var. Növbəti sualımız qarşılıqlı uzaqlarla bağlı. Əgər qarşılıqlı uzaqlar bizə verirsə, xərcəsini necə edəsən? Bəli, dərəcə ölçüləri bərabər olmalıdır və bunları dərəcə ölçüləri bərabər edib x'in qiymətini tapa bilərik. Olacaq 3x plus 56 bərabərdir. 4x minus 12. Aydın? Sonra nə edir? Deməli, 4x minus 3x yazırıq, 56 plus 12 yazırıq. Fərqi bizə x'i verəcək, cəmi isə 68 qiyməti verəcək. Olacağımız şey var. Növbəti sualda qonşu uzaqların dərəcə ölçülərinin nisbəti 13-5 kimidir. Uzaqların dərəcəsini. Biz əvvəlcə dərəcə ölçüləri nisbətini verərsə, qonşu uzaqların xəssəsini istifadə edir. Qonşu uzaqların xəssəsi necə edir? Cəmi neçə dərəcə olmalı? 180 dərəcə. Təşəkkür. Deməli biz 13 və ya 5 hər birini k'ya vursa 13k, 5k topluyoruz. Olur 180 dərəcə. Yəni 18 k'nın qiyməti olacaq 180 dərəcə. K'nın qiyməti necə olacaq? 18. İndi nə edir uşaqlar? Gəlin bir şey deyək. Bəzən şahidlərimiz nə edirlər? K'nın qiyməti tapanda sıfırlar, vururlar, sonra 5'ə vururlar, tapdığımız allar çıxılır. Bunu etmək də olar, etməmək də olar. Daha sadə neyinə bilər? Fərqini istəyirsən, 13'dən 5 çıxırsan. 8, 8'dən 10 vursan 80. Yaxşı, bu şəkildə hesablaya bilərsən.
Deməli, növbəti sualda A-nın AB-nin qiymətini 10 verir, A buzağı ilə B buzağı 70 dərəcə verir. Quruluş ABC üç buzağının növbəti tapılır. Biri 2 əlcə bir üç buzağı, 2 dənə buzağı bərabərsə, bizə 3 buzağı olurdu. Bərabər yalnız buzağı olurdu. Deməli, doğru cavabımız C. Şəkildə neçə konsa var deyil, belə bir görüntü çəkib uşaqlar. Yadda saxlayaq ki, hər hansısa bir xəttin üzərində, yəni üç xəttin üzərində en sayda nöqtə varsa, yadda saxlayaq, en sayda nöqtə varsa, tutaq ki, bunun uzantılarını çəksən, bu düz xəttin bir hissəsidir. Və bu düz xəttin üzərində nöqtələrin sayına baxaq. Ümumi nə qədər olur? 6. En sayda nöqtə olarsa, en vur, en minus 1 bölünsün 2 üstünde hesablanır. Aynıdır. 6 nöqtə olduğuna görə yazırıq ki, 6 vurulsun 6 minus 1 bölünsün 2 olacaq 15. Yaxşı, 15 sayda burada parça var. Bu düzgünü qeyd eləmək və əzbərləmək yaddan çıxardır. Bu düzgün bir deməli neçə yerdə keçərlidir. Əgər bir nöqtədə en sayda şüar çıxarsa, buzaqların sayı düzgünü tapılır. Düz xəttin üzərində en sayda nöqtə varsa, parçaların sayı bu şəkildə tapılır və s. Növbəti sualda deyir ki, x ilə y düz mütənasibidir. Biz demişdik ki, əgər sizə cədvəl verirlərsə, cədvəl üzərində düz mütənasiblik şərtini verərsə, biz burada hansı şəkildə bunun doğru olub olmadığını yoxlaya bilərdik? Bölməklə. İndi bu qiymətlərini isə bölərək cavabımızı tapa bilərik. 36-nı 12-yə bölsə 200. Deməli, K-nın qiyməti. Yaxşı. Burada A-nın qiyməti 75-ə bölünür. 75. Bəli. Burada A-nın qiyməti 75 olur. 63-ü 3-ə bölünür. Y-nin qiyməti 21. Y-nin, burada əlavəmiz yoxdur. 96. Bunların cəmisi də 96 olur. A variantı. Növbəti sual bərabərsizliklə bağlı olan bir sualdır. Bizə deyir ki, Nihat dostlarıyla birlikdə velosiped sürməyə çıxır. Qərarı alır ki, hər gün ən azı 3 kilometr, ən çox isə 12 kilometr məsafə qət etməlidir. İndi bu ifadəni göstərən bərabərsizlik yazmalıdır. Yaxşı mı? Deməli, ən azı 3 kilometr deyilsə, x-in ala biləcək qiymət 3-dən böyük bərabər olmalıdır. Doğru? Bəli, 3-dən böyük bərabərdir. X 3'ten büyük beraber. Hemen dene. Öyle değil mi? Evet değil mi? Yani 3 kıymetli özü de alır, 3'ten büyük kıymetli. Diğer halde en son 12 kilometre mesafe değilse demek ki 12'ye beraber 13'e ikisi, yani 13'e ikisi beraber kıymetli. Öyle mi? Burada da bu şekilde yazsa, bunları da tek de yazma olardı. Böyle üzerine x büyük beraberdi 3, x kiçik beraberdi 12. Bunlar birkat berabersizlik sayılır ayrı şekilde. Ama bunların ikisini birleştirip bu şekilde yazsak iki kat berabersizlik tutar. Bu şekilde havadan şekilde gösterir. Hemen növbəti sorumuzda bize ne diyor? Ayşe günlerinde termometrin gösterisini qeyd edilir. Müəyyən elədiyi temperatur hər 4 saatdan bir 3 dərəcə aşağı düşür. Deməli, günün birində səhər 9:00-da ölçümə başlayır. Temperatur 5 dərəcədir. Dikkat edək. Saat 9:00-da temperatur 5 dərəcədir. Sonra, axşam 21:00-da temperatur 5 dərəcə olacaq. Biz əvvəlcə təyin edək ki, buradakı məsafə, yəni neçə saat 12 yer dəyişir. 9'dan 20'ye kadar bəli, 20 ilə 9'un fərqini tapılır. Doğru cevabımız 12 saat edir. Düzdür? Bu hər 4 saatə 3 dərəcə aşağı düşürsə, deməli 12 saatı biz bölmədik 4 saata. 12 saatı bölüb 4 saatlara 3 qiymətini alır. Sonra hər 3 dəfədə, deməli birinci dəfə 3 dərəcə düşür, 2-də 3 6. Bəli, qısaca 3'ü 3'e vuraraq doğru cavab tapırıq ki, 9 dərəcə aşağı düşür. İndi 5 dərəcədən 9 dərəcə aşağı düşürsə, 5'ten 9'u çıxmaq lazım. 5'ten 9'u çıxarkən də doğru cavabımız -4 dərəcə olur. B variantı.
Növbəti sualımız belədir. Həcmi 216 kub santimetr, hündürlüyü 2 santimetr olan silindr. Oturacağımız çevrə uzunluğu nə qədərdir? Deməli, bizdə həcmi verir, hündürlüyü verir, tələb etdiyi çevrənin uzunluğudur. Tələb etdiyi çevrənin uzunluğudur. Deməli, nə etmək lazımdır? Diqqətlə qulaqsa, biz əvvəlcə burada çevrənin uzunluğunu tapa bilmək üçün çevrənin uzunluğunda əsas bizdə element ya diametr ya radius olmalıydı. Doğrudur? Biz nə edək? Həcmi, hündürlüyü verdiği halda oturacağın sayısını tapar. Həcmi düsturun, biraz əvvəl qeyd eləmişdik siləcəmizin, oturacaq bu aşağı olurdu. Oturacağın qiyməti pi r kvadratdır, aşağı vurdu və buradan radiusun qiymətini tapa bilmək üçün radiusun kvadratını tapanda həcmini pi vurulsun haşa bölməliyik. Doğru mu? Deməli, həcmin qiyməti 216, pi'nin qiyməti 3, hündürlüyün qiyməti isə 2'dir. Bölsək 36. Radiusun kvadratı 36 ise kvadratı 36 olan 2 ədədi var. Bir mənfi 6, bir müsbət 6. Doğru mu? Və radius farklı olduğuna göre biz mənfi qiyməti götürə bilmərik. Deməli, müsbət qiyməti götürməliyik. Bu da 6 santimetri edir. Gələk çevrənin uzunluğu məsələsi. Çevrənin uzunluğu düsturu diametrlə olanda pi vurulsun d olurdu. Radius olanda 2 pi vurulsun r olurdu. 2 vurulsun pi'nin qiyməti bizə 3 verir. Radiusun qiyməti 6 tapsın. Hasilini tapsa 36 santimetr. Yəni doğru cavabımız 36 santimetr. Növbəti sual belə. Deməli, tənasübdən x-in qiymətini tapmaq lazımdır. Biz nə etməliyik inşallah? Qulansaq ki, deməli, biraz əvvəl, yəni ilk təxminlərdə, ilk əvvəlki suallarda demişdik ki, tənasübün əsas xassəsini tətbiq edirik. Çünki çarpaz vurmadır. Çarpaz vurmaya görə tətbiq eləsək, 5'i 81'ə vururuq. Yaxşı, 9'u 2x minus 3'ə vururuq. 81'ə 9'un hər ikisini 9'a bölsək 9 alır. Deməli, 5'i 9'a vuracaq 45. 2x minus 3 ifadəsi 45'ə bərabər olur. 2x'in qiyməti 48. X'in qiymətini axtararkən bölürük, doğru cavabımız 24. Aydınmı? Növbəti sual. Bərabərsin ən kiçik natural həllinin 2 mislini tapın. Bundan əvvəlki izahlarda demişdik. Demişdik ki, bəzən sualı buna qədər şahidlər oturur, həllini tapır, ardına diqqət eləmir. Bu ardına diqqət eləmək üçün yaddan çıxarmayaq ki, bunu xüsusi dairəyə alıb yanıltına xətt çəkərək göstərmək lazımdır. Deməli, ilk bu ifadəni həll eləsək, bərabərsizliklərdə demişdik ki, bunların yeri dəyişir. Yəni, x plus 17 ilə 32'nin yeri dəyişsə, ortadakı işarə də dəyişir. Yəni, kiçik birisi olsa böyük işarəsi. Həll edərkən, 17'nin işarəsini dəyişib, sağa keçirilən fərqini tapıraq. Fərqi isə neçə verəcək? 15. X-in qiyməti 15'dən böyük qiymətlərdir. Bu ifadə ən kiçik natural həlli deyilsə, nə etmək lazımdır? 15'ten böleceğim istəyədən götürür 16, 2 misli 16'nı 2'ye vursaq, doğru cevabımız 33. Növbəti sualımızda A'nın C'nin qiymətləri verib, bizdən istədiyi B'nin qiyməti. Yəni, diqqət edək, burada A ifadəsini A bölü 1 şəklində yazaraq çarpaz problemdir. Olacaq 3B bərabər A vurulsun C. B'nin qiymətini taparkən A vurulsun C'ni 3'ə bölmək lazım. A'nın qiyməti 10, C'nin qiyməti 13. Hasilini tapıb 10 ilə 12'ni 120, 3'ə bölürük, cavabımız 40 edir. Yəni, doğru cavabımız 40 olur. Növbəti sualımızda deməli, şəkildə verilən O və M mərkəzli çevrələrin uzunluqları uzunluq 96 və 24. Birinci çevrənin uzunluğuna diqqət edək. Uzunluq düsturu deməli 2 vurulsun, 1 vurulsun, R ilə hesablansa 96'ya bərabər. Doğru mu? Birin qiyməti müsbət. Olacaq
P'nin qiymətində 3, radiusun qiymətini taparkən 2 ilə 3-ün hansını tapırıq? 6, 96-ını 6-ya bölsək 16. Digər. İkinci çevirmək üçün uzunluğu axtarsaq 2 pi e, P'nin qiyməti yenidən 3 qeyd edirik. Cavabı 24-ə bərabərdir. Düzdürmü? 2 3-ə bölsək 6, 24-ü 6-ya bölsək, digər radius isə 4-ə bərabər olur. Yaxşı? Deməli, o ilə N nöqtəsi arasındakı məsafəni istəyir. Buradan kiçik məsafə. Birinci radiusun qeyd edirik 16 olur. İkinci radiusu 4. O ilə M arasındakı parça isə 16 plus 4 20'ye bərabərdir. Aydındır. Bu da bugünkü maytanın sualının son izahıdır. Dikkate göre teşekkür ederim. Burada qeyd etdiyimiz müəyyən qaydalar vardır. Onlar dərsliklərdə qeyd olunmuyor. Onları ayrıca xüsusi dəftərlərdə qeyd edərsiniz. Mümkün qədər tez-tez təkrarlayarsınız və əsas məsələ. Burada bilmədiyiniz sualları ayrıca bir dəftərdə qeyd edərək mümkün boş vaxtlarınızda təkrar işləməyinizi tövsiyə edirəm. Hər kəsə uğurlar, inşallah növbəti canlılarda görüşürüz.